Azərbaycan Xarici İşlər Nazirliyi Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirib. Nazirliyin mətbuat katibi Ayxan Hacızadə deyib ki, deputat Azər Badamov Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru hökumət sədri Denis Afanasayevin dəvəti əsasında ora gedibmiş. O, bütün nümayəndə heyəti ilə birgə mərhum Prezident Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməli idi. Lakin nümayəndə heyətinin Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskva hava limanında saxlayaraq onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib və o, Moskva hava limanında gözlədildikdən sonra ölkəyə geri qaytarılıb. Hacızadə əlavə edib ki, dərhal Rusiyadakı Azərbaycan səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyi ilə əlaqə saxlanılıb və Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi məsələnin araşdırılacağını bildirərək bu qərarın səbəbləri barədə izahat verməyib. Ayxan Hacızadə deyib ki, Rusiya tərəfinin verdiyi bu qərar qeyri-dost addımdır və məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini ümid edirlər.